Salam, bugün sizə 5-ci sinif təbiətdən kəsik altın izahını verəcəm. Birinci sualla başlayaq. Yer kürəsini işıq və istilik enerjisi ilə təmin edir. Yer kürəsini işıq və istilik enerjisi ilə təmin edən günəşdir. Yəni olacaq bir də A variantı. Günəş, A variantı. Canlılar enerjini hardan əldə edirlər? Canlılar enerjini qidadan əldə edirlər. Qeyri-şəffaf cisimlərin üzərinə işıq düşdükdə nə yaranır? Qeyri-şəffaf cisimlərin üzərinə işıq şüası düşdükdə kölgə yaranır. Sxemə əsasən işığın düşmə və qayıtma bucağını qeyd edin. Sxemə baxdıqda görürük ki, düşmə bucağı bərabər olacaq qayıtma bucağına. Müxtəlif qida məhsullarında nişastanın mövcud olmasını təyin etmək üçün hansı məhluldan istifadə edirlər? Yod məhlulundan istifadə edirlər və məhlulu hansı rəng əmələ gəlir? Deməli, müxtəlif qida maddələrinin hazırlamasında nişastanın mövcud olmasını təyin etmək üçün yod məhlulundan istifadə edirlər və bu zaman məhlul tünd bənövşəyi rəngə boyanır. 6-ya baxaq. 6 bizdən uyğunluq istəyir. 1, 2, 3 qeyd edək. 1, 2. Prodüsent, konsument. Prodüsent odur ki, qeyri-üzvü maddədən üzvü maddəni özü hazırlayan bitki. Bura aiddir yarpaq, ağac və yosun. A, C, Y. Biri aid olacaq A, C və Y. 2-yə baxaq. 2-yə isə aiddir konsumentlər. Konsument odur ki, hazır qida maddələrlə qidalanır. Buraya isə aiddir B, yəni quş, balıq, bir də pələng. B, D, Ə variantı. 2-yə aid oldu B, D və Ə variantı. 7. Çürücü mikroorqanizmlər nələrdir? Çürücü mikroorqanizmlər bakteriya və göbələklərdir. Bakteriya və göbələklər. 8. Uyğunluğu müəyyən edin. Şəffaf cisim. Şəffaf cisim işığın tam keçməsinə icazə verir. Qeyri-şəffaf cisim işığın keçməsinə icazə vermir. Yarım şəffaf cisim isə işığın bir hissəsinin keçməsinə icazə verir. Bitki ilə qidalanan heyvanlar. Bitki ilə 9-cu sualda bitki ilə qidalanan heyvanlar, məsələn, inək, qoyun və s. Bunlar yalnız bitki mənşəli qida ilə qidalanırsa herbivor adlanır. Həm bitki, həm ət yeyən heyvanlar isə omnivor adlanır, omnivor. Və bura aiddir məsələn ayı. Ət yeyən heyvanlar, yalnız ət yeyirsə karnivor adlanır. Ət yeyən heyvanlara isə aiddir. Misal olaraq aslan, pələng. Bunlar ət yeyən heyvanlardır. Terminlərin izahını düzgün qeyd edin. Prodüsent, konsument, yırtıcı və işgal. Prodüsent odur ki, günəş enerjisini istifadə etməklə qida hazırlayan bitki. Konsument odur ki, öz qidasını hazırlaya bilməyən heyvan və yaxud da həşərat. Yırtıcı isə digər heyvanları ovlayan və yeyən. İşgal isə yırtıcılar tərəfindən ovlanan. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın.